Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu şəkildədir. İndiyə qədər danışdığımız məsələləri soruşanda adətən qumar olub-olmadığı barədə suallar gəlirdi. İndiki sual artıq qumar olmayan oyunlardan söhbət gedir ki, qumarı soruşmuram, amma oyunlarda başqa qadağan olunmuş hallar hiss eləyirəm. Hansı hallardır? Məsələn, oyunda musiqi var. Oyunda gənc oğlanla qız arasında söhbətləşmələr, zarafatlaşmalar olur. Oyunçunun inancına uzun müddət sonra da olsa təsir edən hallar olur. Oyunçunun şəxsiyyətində aqressivlik yaradan hallar yaranır. Düşmənçilik yaradan hallar yaranır. Əsəbləri pozulur. Etik olmayan şəkillər var oyunda. Və yaxud da ki, uşaq o qədər oturur ki, cavan o qədər oturur ki, oyunun üstündə nəticədə namazın vaxtı da qəzaya gedir, ibadətləri tərk etməyə səbəb olur. Və yaxud da uşaq oynayır, o qədər oynayır ki, sağlamlığına mənfi təsir göstərir, gözlərinə ciddi təsir göstərir. Bu elektron oyunlarının hökmü nədir? Cavab belədir ki, əgər bir oyun oynandığı təqdirdə harama düşməyə və yaxud vacib əməlləri yerinə yetirməməyə və digər qadağan edilmiş hallara səbəb olarsa, bu oyunu oynamaq caiz deyildir. Elhamdülillahi Rabbil alemin və sallallahu alə Muhammedin və alihi tahirin.